Bugün sizinlə dövlətlərin idarəetmə formasına baxacağıq. Dövlətlərin idarəetmə formasına görə iki yerə ayrılır. Respublika idarəetmə forması və monarxiya idarəetmə forması. Respublika idarəetmə forması nə deməkdir? Dünya ölkələrinin ümumiyyətlə əksəriyyəti respublika idarəetmə formasına malikdir. Bu ölkələrdə ölkənin başçısı səsvermə yolu ilə, yəni seçki yolu ilə seçilir. Amma monarxiya idarəetmə formasında isə hakimiyyət irsən keçir, yəni atadan oğula keçmə prinsipidir bu ölkələrdə. Azərbaycan özü respublika idarəetmə formasına malikdir. Respublika idarəetmə formasında iki növ var, prezidentli və parlamentli respublika. Bunlar nə deməkdir? Ümumiyyətlə dünyada, yəni respublika idarəetmə formasına malik olan ölkələrdə qanunverici hakimiyyət parlamentə, icraçı hakimiyyət isə hökumətə məxsus olur. Prezidentli respublikada ölkənin başında duran prezidentin hüquqi səlahiyyəti çoxdur. O sərbəstdir, parlamentdən asılı deyil, istədiyi şəkildə qərar qəbul edə bilər. Amma parlamentli respublikada isə prezidentin səlahiyyətləri məhduddur. Nəyə görə məhduddur? Çünki burada parlament önəmlidir. Parlamentin başında duransa baş nazir olur. Yəni baş nazirin verdiyi qərar prezidentin verdiyi qərardan daha üstündür. Ona görə parlamentli respublikada prezident deyirik ikinci dərəcədə rol oynayır. Monarxiya idarəetmə forması dediyi hakimiyyət irsən keçir, atadan oğula prinsipi, üç növ var, konstitusiyalı, mütləq və teokratik. Konstitusiyalı monarxiyada ölkənin başında duran monarxın hakimiyyəti konstitusiya ilə məhdudlaşır. Yəni o özü sərbəst şəkildə istədiyi qərar qəbul edə bilməz. Mütləq monarxiyada isə monarxın səlahiyyətləri hüdudsuzdur. O özü istədiyi şəkildə qərar qəbul edə bilir. Və teokratik monarxiya var. Teokratik monarxiya isə o deməkdir ki, ölkənin başında hər hansı bir ruhani lider durur. Yəni dini bir lider olur. Dünyada ümumiyyətlə əksər ölkələr respublika idarəetmə formasına malikdir. Azərbaycan da respublika idarəetmə formasının prezidentlik növünə aiddir. Monarxiya idarəetmə forması dünyada cəmi 29 ölkədə yayılır. Onu da dedik ki, 3 növ var. Ən az yayılansa teokratik monarxiyadır, ölkənin başında duran, yəni ruhani, dini lider.